Assalamu alaikum, hörmətli qarindaşlar. Biz bugün Sərxillə həftəsinin 3-cü həftəsi. Bu həftədə biz Sərxillə həftəsi üçün Şərq Türkistanda tunulğan ədiblərimizdən birisi Qurban Mahmud akını bu həftə Qurban Mahmud akının bu həftəsi qılmaqçı. Qurban Mahmud akı bolsa Şərq Türkistandakı asaslıq tunulğan təhrirlərimizdən birisi, ədiblərimizdən birisi. Qurban Mahmud akam Şərq Türkistan mədəni jurnalında məsul xizmət qilish jarayonida Uyğur ziyolilar ichidagi sarxil qalamkashlarning Uyğur madaniyati, tarixi, siyosiy va ijtimoiy taraqqiyot haqidagi bir yurish nodir asarlarini tanlab mazkur jurnalda e'lon qilgan. Qurban Mahmud akamiz bo'lsa, bugungi davr fikr sohasida bo'libmi Uyg'ur milliy engini ilmiylik bilan ommaboplik o'zaro birlashgan asosda yuritib berishda muhim rol o'ynagan bir to'kpikordir. Shuning uchun biz Xitoy hukumatidan Qurban Mahmud akam va Qurban Mahmud akamga o'xshash sarxillarimizni darhol qo'yib berishini talab qilamiz. Qurban Mahmud akaning butun haq-huquqlari kapolatga ega qilinsin.